Salam müəllimlər. Demək, bu video 10-cu sinif İngilis dili dərsliyi sonunda verilmiş ümumi yazılmış qrammatik qaydaların izahı haqqında olacaq. Bildikləriniz çoxdur əslində, amma yəni müəyyən cümlələri, müəyyən detalları dedim ki, yəni burada da izah edim. Yəni sertifikasiya üçün əsasdır ki, 10-11-in dərsliklərindəki qaydalardan da sizin xəbəriniz olsun. Əslində biz keçirik onları. Sadəcə burada biraz yığcan formada verilibdir. Və yəqin ki, belə bu yığcan formada bəlkə də dəqiq demək olmaz, sertifikasiyaya düşər. İndi bu 10-cu sinifdir. 10-cu sinifdə birinci olaraq qayda verilir adjective clauses. Yəni təyin budaq cümlələri. An adjective clause is a group of words that describes or identifies a noun before it. Bildiyimiz kimi sifət cümlələri, təyin cümlələri özündən əvvəl olan ismi təyin etmək üçün və yaxud da onu təsvir etmək üçün istifadə olunan cümlələrdir. Məsələn, a man, yəni kişi, bir adam. Who was sitting on a road? Hərfi mənada deyəcəm. Kim ki yolda oturmuşdu, otururdu. Yəni yolda oturan adam. Hansı adam? Yolda oturan adam. Yəni o yox, bu yox, məhz yolda oturan adam. Yəni bizim altına xətt çəkilmiş hissəmiz olacaq adjective clause. İkinci cümlədə the tweet that classmate Nick Vaughan posted. Hansı tweet? Yəni Twitterdə olan tweetə deyil, yəni mesaj. Hansı? That classmate Nick Vaughan posted. Belə baxanda cümlələrdə who, that, which, where kimi relative pronounlar istifadə olunur. Biz bunu keçirik relative pronoun dərsində, bunu keçirik biz reductionda, hansı ki cümləni qısaldanda artıq həmin o əvəzlikləri atırıq, müəyyən hissələri, feili atırıq, köməkçi feil atırıq və cümləni qısaldırıq. Explanations verilib burada, yəni izahı. In this sentence, yəni birinci cümlədə on the left, the adjective clause tells you about the man. Deməli, solda olan in the sentence on the left. Aha, soldakı cümlədə. Bizim sifət cümləmiz bizə həmin o adam haqqında deyir. Yəni məlumat verir. İkincidə yenə in the sentence on the left, the adjective clause tells you about the tweet. Deməli həmin mesaj tweet haqqında məlumat verir. İndi burada müəyyən bir qaydalar var ki, bizim nisbi əvəzliyimiz cümlənin mübtədası ola bilir. The relative pronouns who, that, and which can be the subject of an adjective clause. Yəni, bu bizim əvəzliklərimiz sifət cümləsinin mübtədası ola bilər. Yəni, mübtədanı əvəz edəcək. A big number of social media followers reposted a video. The video shared this heartwarming story. Demək, bu iki cümlədir, baxın. Reposted a video. Videonu tamam yenidən göndərdilər. The video, yəni həmin o video, göndərdikləri video. İndi bunu biz mürəkkəb cümlə halına çeviririk. Yəni burada bilirsiniz həm də iki sadə cümləni mürəkkəb cümləyə çevirmək qaydaları da nəzərə çarpır. Yəni müəyyən bir qayda da var ki, belə biz iki sadə cümləni birləşdirib bir mürəkkəb cümlə alındıra bilirik. Sifət cümləsi düzəldərək, təyin budaq cümləsi düzəldərək. A big number of social media followers reposted a video. Bura qədər tamam cümləmiz olduğu kimi gəlir. Sonra da həmin o videonu əvəz eləmişik that ilə və yaxud da which ilə. Bilirik ki, that canlı cansız əvəz edir, which də cansız əvəz edir. That shares the heartwarming story. Artıq yəni biz videonu bir də çəkmədik. Yəni cümləni bitirib təzədən video ilə başlamadıq. Və yaxud video, sonra z video qoymaq da düzgün deyildi. Və burada bizim mübtədamız oldu that və yaxud da which. Video
Bura qədər bir cümləmiz, zətdən sonraki da sanki bizim ikinci cümləmizdir və həmin o zət və yaxud da which əvəzliyimiz bizim ikinci cümləmizin mübtədası rolundadır. Sonra yenə nümunə var. A woman helps people with these ordinary shelves. A woman who və yaxud da that is from Texas helps people with these ordinary shelves. Burada doğrusu bu from Texas-ı da əvəz ediblər. Yəni yuxarıda cümlədə olmalı idi əslində. Əsas məsələ who və that'in burada artıq mübtəda olmasıdır. Use relative pronouns who and that for people bilirik, which and that for things. Make sure that the present tense verb in the adjective clause agrees in number with its subject. Yəni diqqət etməliyik ki, indiki zaman feili bizim təyin cümləmizdə olan indiki zaman feili həmin o cümlənin mübtədası ilə uyğun gəlsin, uzlaşsın. Yəni mübtəda xəbər uzlaşması gözlənilməlidir. Where is the man who you are talking about? You-ya görə biz are verdik. People who want to help the poor put people-a görə biz put something on the shelf. Putla verdik xəbərimizi və feilimizi. Relative pronoun as object. İndi bizim bu nisbi əvəzliklərimiz həmçində tamamlıq rolunda çıxış eləyə bilərlər. Who, whom, that və which olan. Can be the subject of an adjective clause. Baxın burada who əlavə olundu. Amma yenə də who da, that da, which də yuxarıda demişdiyim mübtəda da ola bilir və həmçində tamamlıq da ola bilir. A group of homeless people will stay in the hotels. A couple rented the hotels for them. İndi mən cümləni birləşdirmişəm. A group of homeless people will stay in the hotels that və yaxud da which və yaxud da boşluqda qoya bilərik. A couple rented for them. Baxın, in the hotels that hansı ki, hansını ki biz burada bizim tamamlığımız oldu. A man, I don't know a man, yəni bilmirəm. Helped a baby squirrel. İndi mən deyəcəm. A man who və yaxud da whom və yaxud da that, I don't know. Kimi ki mən bilmirəm, tanımıram. Helped a baby squirrel. Yenə bu da tamamlığımız oldu. Yəni sual veririk. Tamamlığın sualına cavab verirsə, deməli həmin relative pronoun bizdə tamamlıq rolundadır. The relative pronoun is usually omitted in conversation when it is the object of the adjective clause. Demək, əgər təyin budaq cümləsinin tamamlığı olarsa, yuxarıda da biz gördük. Baxın, dairə belə üstünə xətt çəkilib. Yəni, əgər tamamlıq rolunda olarsa, biz yəni orada relative pronounu yazmaya bilərik. Boşluq qoya bilərik. Yəni, cümlə onsuz davam edə bilər və bu da doğru sayılır. A group of homeless people will stay in the hotels. A couple rented for them. Baxın, burada zəti çıxara bilərik. Whom is considered more correct when used as the object of the adjective clause. Aha, yəni whom kimə, kimi, yəni tam olaraq tamamlığın sualına cavab verir. Yəni kimi, nəyi, kimə, nəyə. Bunlar tam, yəni belə deyək ki, more correct, daha düzgün formasıdır ki, biz adjective clause-da tamamlıq funksiyasında istifadə edək. A person whom I don't know və yaxud da a person who I don't know. Əslində hər ikisi də doğrudur. Kimi ki mən tanımıram, yenə kimi ki mən tanımıram. Amma daha çox rəsm olan whom olandır, amma biraz rəsm olan who ilə işlənən tamamlıqdır. In an adjective clause, don't repeat the object of the adjective clause with an object pronoun. Deyir ki, təyin budaq cümləsində həmin təyin budaq cümləsinin tamamlığını obyekt əvəzliyi ilə təkrarlama. The tweet that classmate Nick Vaughn posted. Sonra it lazım deyil. Yəni biz verməməliyik əslində əvəzliyi, obyekt halında olan əvəzliyi verməməliyik. Posted on social media got more deməli 296,000 likes.
Görürsünüz burada yəni it yazılmamalı. Ola bilər ki, bir də görərsiniz, amma əslində yazılmamalı. Yəni təzədən onu bir tamamlıqla, həmin tamamlığın obyekt tamamlığı ilə, obyekt əvəzi ilə təzədən cümlədə yazmırıq. Sonra whose işlənməsi və üstəgəl isim ilə adjective clause. Whose is the possessive form of who, bunu bilirik. It stands for his, her, its, their or the possessive form of the noun. Yəni kimin deməkdir. The couple got very emotional. Their dream was to do something. Yəni, onların arzusuydu. İndi biz deyirik, the couple whose dream was to do something for the homeless got very emotional. Baxın, the couple got very emotional o cümlənin ortasına biz gətirmişik adjective clause-umuzu və whose-la da vermişik. Çünki bizim yuxarıda cümləmiz their dream. O zaman mən buradan whose dream, kimin ki, kimlərin ki arzusu, deməli, evsizlər üçün bir şey etmək idi. The book is mine, its cover is green. The book whose cover. Baxın, itsi biz əvəz eləmişik whose-la. Yəni, cümlələr verilə bilər sizə. Baxın, birinci cümlə kimi verilər. Deyər ki, bunu adjective clause-a çevirin. Və yaxud da verər ki, cümləni mürəkkəb cümlə edin. Baxın, belə yazacaqsınız. Yəni, baxın, diqqət edirsiniz. İkinci cümlənin mübtədası whose sualına cavab verən sözlə mən burada deyə bilərəm yiyəli əvəzli və yaxud da yiyəli halında olan isimlə əvəz olunursa, onunla verilirsə, biz onu mürəkkəb cümlə edərkən whose nisbə əvəzi ilə istifadə edirik və adjective clause düzəldirik. Where and when in adjective clause. Demək, where və when'in işlənməsi. He has started a wall of kindness. Where, hardakı. People can leave warm clothes. Food and demək, items of everyday use. Where means in that place. Yəni, həmin yerdə, wall of kindness bu yer adıdır. Yerdə where cannot be omitted. Və burada da həmin o where sözü yazılmalıdır. Biz buraxa bilmərik. Çünki həmin o wall of kindness-i bizə açıqlayır. Yəni, yer olduğunu bildirmək üçün. In that place, həmin yerdə, o yerdə. November 13 was the day when the first donation was made. Yəni, deməli, noyabrın 13-ü o gün idi ki, nə vaxt ki, ilk deməli, bəxşiş vermə, ilk kömək, pul yardımı edilmişdi. When, burada o deməkdir ki, at that time, yəni həmin vaxt, o vaxtı və when burada omit olana bilər, yəni yazmaya bilərik. Baxın, belə olacaq. November 13 was the day the first donation was made. Yəni, when yazmaya da bilərik və cümləmiz də düz olar. İndi ikinci qrammatik, yəni bu adjective clause-ların ikinci qrammatik bir qaydası da verilib kitabda. Essential and non-essential adjective clauses. Non-essential nə deməkdir? Demək, non-essential adjective clause haqqında məlumat verilib. Nə deyir? Some adjective clauses are not essential to the meaning of the sentence. Deməli, bəzi təyin cümlələri, sifət cümlələri cümlə mənası üçün elə də vacib deyil. A non-essential adjective clause adds extra information. Yəni, əlavə məlumat verir həmin cümlələr. A non-essential adjective clause is separated by commas from the main part of the sentence. Yəni, cümlənin əsas hissəsindən onlar vergül ilə ayrılır. Buna biz həmçində non-defining, unrestrictive deyə adjective clause-lar da deyirik. Burada essential olan, yəni non-essential və essential deyə tərif, termin verilib. Yəni, bunu görsəz, çaşdırmıyor. O elə non-defining və definingdir. A non-essential adjective clause begins with nə ilə başlayır? Who, whom, which, where, when və yaxud da whose. That yoxdur. Who var, whom var, which var, where var, when var, bir də whose var. That is not used in non-essential adjective clauses. In these examples, the adjective clause is non-essential because without it, yəni onsuz, we can still identify the noun in the main clause. Yəni, baş cümlədəki ismi onsuz da biz yenə başa düşə biləcəyik. Yəni, həmin o cümlələr
Həmin o cümlə bizə vacib deyil, belə deyək. Try reading the sentences without adjective clause. The sentences are complete. Yəni əgər həmin cümləsiz biz cümləni oxusaq, yenə də bizə cümlənin mənası çatacaq. Baxaq. Hacı Zeynalabdin Tağıyev, who was one of the greatest philanthropists of Azerbaijan, baxın vergüllə ayrıldı, went from rags to riches. Mən onsuz da Hacı Zeynalabdin Tağıyevi biləcəm kimdir ki? Yəni kasıblıqdan varlığa gedən bir insandır. Mənə artıq məlumdur. Sadəcə əlavə məlumat üçün dedi ki, Azərbaycanın ən böyük xeyriyyətçilərindən biridir. Mənə extra information verdi. Andrew Carnegie, whose formal education ended when he left Scotland, found a job in a cotton factory in Pittsburgh at the age of 14. Yenə burada altına xətt çəkilmiş hissəmiz bizim non-essential adjective. Məsələn, test düşər ki, deyək ki, aşağıdakı cümlələrdə non-essential adjective clause-ları təyin edin və ya non-essential adjective clause işlənən cümlələri seçin. Siz o saat, yəni vergüllər arasında verilmiş cümləni götürəcəksiniz və nə ilə başlayan olacaq? Whose, who, when, which burada verilib. Yəni whose dedim, where dedim, whom dedim. Bir də zəti götürməyəcəksiniz. Sonra essential isə nədir? Bu cümlələrdə the adjective clause is essential, yəni əsasdır buradakı təyin cümləsi. Çünki onsuz biz həmin o ismi təyin edə bilmirik. Yəni ism haqqında bizə məlumat verilmir. If we take the adjective clause out, the noun is not properly identified and the idea is not complete və həmin o fikir də bizə tam aydın olmur əgər həmin cümləni biz götürsək. Baxırıq. He paid for the studies of the young people. Bu hansı gənc insanların təhsili üçün pul verib? Hansı gənc? Mənə məlumdur. Ümumiyyətlə gənc, yoxsa nə? Yəni bu geniş anlayışdır. Mən daha dəqiqləşdirirəm. Who were studying at various universities abroad? Kimlər ki, xaricdə müxtəlif universitetlərdə oxuyurlar. Məhz həmin o insanların təhsilinə pul veribdir. Deməli, burada who ilə başlayan və axıra qədər davam edən cümləmiz bizim essential adjective clause-dur. Görürsünüz ki, burada vergüllər də yoxdur və mənə elə ilkin olaraq məlumatı verdi. Əlavə yox, ilkin məlumatı verdi. Eləcə də ikinci cümləmiz. He always remembered the day, hansı günü xatırlayırdı. When he wanted to use the library in Pittsburgh but was not allowed to enter. Həmin o icazə verilməyən günü. Daha sonra ikinci unitdə olan qrammatik qayda. Burada isə adverb clauses of reason and result. Demək, səbəb və nəticə bildirən. Səbəb nəticə yox. Səbəb ayrı və nəticə ayrı bildirən zərf budaq cümlələrimiz. Baxırıq. Because, since, sonra because of, due to burada verilibdir. Bir dəqiqə. Baxın, because, since, because of və due to. Əsasən bu bağlayıcılar vasitəsilə biz nə edirik? Clause of reason-ı təqdim edirik. Onu yəni istifadə edirik. Sonra since means because. Since elə çünki mənasını verir. Biz bilirik. Düzdür, bəli mənası da var, amma çünki mənası da var. It is used to introduce a fact. Hər hansı bir faktı, bir səbəbi istifadə etmək üçün, təqdim etmək üçün istifadə olunur. The main clause is the result of this fact. Yəni bizim baş cümləmiz əslində həmin o since olan cümlədə bildirilmiş o səbəbin nəticəsidir. Baş cümlədə nəticə verilir. Since is normally used at the beginning of the sentence. Əsasən, yəni cümlənin əvvəlində işlənir, yəni normal olaraq. Və dedik, because of və due to istifadə oluna bilər. İndi baxırıq cümlələrimizə. Reason bildirən cümlələr. I am so happy today. Bugün çox xoşbəxtəm. Nə üçün? Səbəbini gətirəcəm. Because our brave soldiers have returned our Şuşa back. Çünki Şuşanı geri qaytarıb bizim cəsarətli əskərlərimiz. Səbəbini dedim. Yəni reason. Since they fought bravely, onlar cəsurluqla, şücaətlə
döyüşdükləri üçün, siz burada üçündür. Üçün nə oldu? They won, they won, they won. Onlar qalib gəldilər müharibədə. Sonra our soldiers have overcome all the difficulties of the war. Baxın, burada həmçinin bilsiz resultı da var. Baş cümləm məni because-a qədər olan hissəmdir. Burada bir result var, bir nəticə var. Deməli, müharibənin çətinliklərinə qalib gəliblər. Öhdəsindən gəliblər. Nə üçün? Yəni, bu nəticənin səbəbini deyəcəm. Their love for their motherland. Yəni, ana vətənlərinə olan sevgisindən dolayı, sevgi olduğu üçün bunlar qalib gəliblər. Our success is due to the strongest will of the Azərbaycan army. Bu da elə həmçinin, yəni nə səbəbindəndir bizim uğurumuz? Azərbaycan ordusuna olan güclü həvəsimizdən, istəyimizdən. İndi gəlirik result. Resultda biz istifadə edirik so bağlayıcısı, therefore bağlayıcısı, as a result nəticədə, therefore bununla belə, so belə ki deməkdir. İndi baxırıq. There are many other ways to talk about the result of an action or situation. Yəni, müxtəlif yolları var onsuz da. Deməli, cümləni birləşdirənə therefore, as a result, these words are similar in meaning to so. So kimi eyni mənanı verir. Punctuation note. Burada durğu işarələrində fikir verək. Use either a period, yəni nöqtə, or a semicolon. Deyək. Semicolon, yəni nöqtəli vergül istifadə elə. Həmin o bağlayıcıdan əvvəl, before. Use a comma after a sentence connector. Ya da həmin o cümləni bağlayan, yəni bağlayıcıdan əvvəl vergül istifadə edilir. Baxaq. Azerbaijan has got back its long-awaited lands and ensured justice. So, belə ki, today we are celebrating this great event with pride. Nəticə nədir? Biz yəni qürurla bu hadisəni qeyd edirik. Demək, özünün torpaqlarını geri qaytarıbdır və ədaləti bərpa edibdir. So that we had been looking forward to getting our lands back. Yəni, biz gözləyirdik torpaqlarımızı geri almağa. Therefore, bununla belə, everybody was ready to sacrifice their life. Yəni, nəticədə bununla bağlı olaraq, yəni nəticə nədir? Biz gözləyirdik. Nəticədə nədir? Hər kəs hazır idi ki, öz canını qurban versin. The bravest and courageous Azerbaijan soldiers fought as real heroes. As a result, və nəticədə nə oldu? Deməli, 30 illik işğaldan sonra ərazilərimizi qaytardıq, yenidən qazandıq. Digər cümlələrdə elə. Burada da therefore var. Yəni, nəticədə Azərbaycan had to restore justice. Nəticədə nə oldu? Azərbaycan ədaləti bərpa etdi. Burada sadəcə punctuationa diqqət edək. Baxın, nöqtə, sonra therefore, vergül. Bir də nöqtəli vergül, therefore, sonra vergül. Therefore da balaca ilə başlayan belə ola bilər cümlələrimiz. Sonra adverb clauses of purpose. Yəni, məqsəd bildirən zərf budaq cümlələri. Burada işlənən bağlayıcılarımız əsasən so that, yəni ki, bunu etdim ki, nəsə olsun. Yəni, mənim bir məqsədim var nəyiz etməkdə. The purpose clause usually contains a modal can, will or may for future, could, would or might for past. Yəni, mən bunu etdim ki, məsələn, mən imtahana hazırlaşdım ki, 5 qiymət ala bilim. Mən gələcəkdir, görürsünüz. In order to, yenə nəysə məqsədlə. The short form is to. Təkcə to da məqsəd ifadə edə bilər. Use base form of a verb with them. Deməli, in order to go, in order to achieve. Yəni, zaman dəyişmirik.
For the negative form use in order not to. Və for üstəgəl noun və yaxud da noun phrase-də bizdə məqsəd bildirə bilir. Use to before a verb. Məsələn, belə deyək ki, for him to go. Onun getməsi üçün. Baxın, belə ifadə ilə məqsəd ifadə olunur. İndi baxaq cümlələrimizə. We will take the people there in the near future so that they can see those places. Nə üçün? Nə məqsədlə biz onları aparacaq? Ki, onlar görsünlər həmin yerləri. Sonra digər alternativ we have in order to deyəcəm. We have enough drones in order to. Nə üçün bizim dronlarımız var? Nə məqsədlə? To achieve our targets. Və yaxud da they came to Azerbaijan for military. Nə üçün gəldilər? Məqsədləri nə idi gəlməkdə? Deməli, hərbi məşq üçün. Adverb clause of concession. Yəni, güzəşt budaq cümləsi. Adverb clause of concession. Even though we saw, burada tərsinə verilib izahı. Adverb clauses of concession expresses a special kind of contrast. Yəni, xüsusi bir, sanki burada biraz zəifdir. Yəni, nə? Ziddiyyət biraz zəifdir. They show that the idea in the main clause is surprising or unexpected. Deməli, onlar baş cümlədəki bir ideyanın, fikrin təəccüblü, gözlənilməz olduğunu bildirmək üçün istifadə olunurlar. Adverb clause of concession are introduced by subordinators. Dilim dolaşdı. Deməli, although, even though və though ilə. Yenə də baxmayaraq deməkdir hamısı. Prepositions can also signal concession. Həmçinin də prepositionlarda bizə concession, yəni güzəşt bildirə bilər. They are followed by a noun phrase, yəni ismi birləşməklə ifadə olunurlar. Müşayiət olunurlar. Often the noun phrase begins with a verb plus ing. Məsələn, despite və in spite of. Bunlar da yenə gözlənilməz fakt və yaxud da ideyanı bildirmək üçün istifadə olunur. İndi baxırıq cümlələrimiz. Even though we saw each other every day. Yəni, hər gün görməyimizə baxmayaraq, surprising resultım gəldi nə? We didn't really know each other. Baxın, mütləq fikir verin. Bunu qarışdırmamalıyıq biz adverb clause of contrast. Kontrastda, yəni tam belə ziddiyyətdir də. Hər hansı bir orada belə deyək ki, təəccüb yoxdur, gözlənilməz bir hadisə yoxdur. Yəni şoka düşəcək bir məsələ yoxdur. Amma concession'da var. Deyir ki, biz hər gün bir-birimizi görməyimizə rəğmən bir də bir-birimizi tanımırıq. Yəni belə deyək də, şok edici bir faktdır da. Bunlar hər gün bir-birini görür, amma tanımırlar. Necə ola bilər? Yəni, insan ən azından sürpriz olur. Bu cümləni oxuyan insan qaşını qaldırır, görür ki, belə bir şey ola bilər. Gördünüz? Gözlənilməz bir cavab gəldi mənə. Although the man tried a lot, he couldn't grow horribly far away from his country. Nə qədər çalışsa da yenə də bitirə bilmədi və bir cümləni although-nu əvvəldə də verə bilərik, ortada da verə bilərik. Cümlə biraz dəyişikliyə uğrayır. Sadəcə zəmənlə hinin yeri dəyişir. Amma yenə cümləmizin mənası qalır. Despite nə gələcək? Noun phrase. 29 years of separation. Yəni, baxmayaraq 29 illik ayrılıqdan sonra Azərbaycan people forgot neither Şuşa nor. Baxın, 29 il keçməsinə baxmayaraq yenə də unutmayıblar. Yəni, çox təəccüblüdür əslində. In spite of having different cultural backgrounds, all the peoples in Azerbaijan have always proved to have the same absolute loyalty to the motherland. Yəni, mədəni müxtəliflikləri nə qədər olsa belə, yenə də bir dənə dəyişməz bir şey var ki, onların vətənlərinə, ana vətənlərinə sadiqliyi. Despite the rain, demək, yağışa baxmayaraq, we enjoyed the festival, bizim xoşumuza gəldi. Yenə də, yəni başqa vaxtda gəlib qaçıb gizlənərdilər yağış. Amma yenə də bizim xoşumuza gəldi. Yəni gözlənilməz bir nəticə olubdur. İndi gəldik Unit 3-də Grammar B verilən qrammatik qayda.
Burada isə adverb clauses of contrast. Nə bildirir? Yəni ziddiyyət. Əsasən işlədilir iki əşya və yaxud da iki fikir arasında ziddiyyəti bildirmək üçün. Contrast two things or two ideas. Adverb clauses of contrast are introduced by the subordinators while and whereas. While is much more common than whereas. Daha çok, daha ümumi işlenen while. Ama whereas appears in academic writing'da. Yani daha çok ilmi yazıda. It is rare in spoken English. Yani danışıq dilində az işlədilir. Ən çox while işlədilir. Baxaq nümunələrimizə. In Azerbaijan, when we meet, nə vaxt ki biz görüşürük Azərbaycanda, we usually shake hands, hug or kiss each other. Whereas in New Zealand, they use a much warmer greeting. Baxın, elə much warmer özü də bir müqayisə gətirir, ziddiyyət gətirir. Yəni nədir? Hərçənd ki, Yeni Zelandiyada onlar daha çox isti olaraq, belə deyim də, isti şəkildə görüşürlər daha çox. Biz amma məsələn əl sıxışırıq, belə deyim, qucaqlamaq və yaxud da bir-birini öpməklə. In Azerbaijan, not many people have tattoos, while in New Zealand, most Maori people have them. Yenə tatular bizdə yoxdur, onlarda var. Baxın, tam ziddiyyətdir. Gəldik present perfect unit 4. Present perfect progressive, yəni indiki bitmiş davam edici zaman forması. Bu zaman forması bilirsiniz əslində, amma yəni burada verilibdir deyə mən bir də üstündən keçəcəm. Is used to indicate the duration of an activity that began in the past. Keçmişdə baş verən hərəkətin müddətini. And continues to the present və indi də davam edən hərəkətin müddətini bildirir. When the tense has this meaning, it is used with time words such as for, since, all morning, all day, all. Məsələn, mən bütün günü işləmişəm. Başlamışam, səhərdən axşama kimi işləmişəm. I have been working all day. Və yaxud da verbs with stative meanings, yəni stativ vəziyyət bildirən feillərlə are not used in the progressive. Yəni davam edicidə onlar istifadə olunmur. Present perfect və yaxud not present perfect progressive is used with stative verbs. Yəni indiki bitmiş zaman istifadə olunur. Onlardan indiki bitmiş davam edici zaman istifadə olunmur. With certain verbs. Məsələn, müəyyən feillər live, work, teach. There is little or no difference in meaning between the two tenses when since or for is used. Deməli, live, work, teach kimi feillərlə elə də bir fərq yoxdur ki, biz ya present perfect işlədək və yaxud da present perfect progressive işlədək. Nə vaxt ki onlar since və yaxud da for ilə istifadə olunursa. İndi cümlələrimizə baxaq. Scientists have been studying. Baxın, öyrənmişlər, belə deyək. Changes in the Arctic sea ice for more than 100 years. 100 ildir ki, öyrənib. Başlayıblar, hələ də öyrənməyə davam edirlər. Öyrənməkdədirlər. Baxın belə. We have been discussing the problem since morning. Səhərdən bərdir ki, biz problemi müzakirə edirik. It has been snowing all day. Bütün günü yağış yağmışdı. Müzakirə etmişik. Araşdırmışlar. Zamanı düz qoyaq, mən müzakirə edirik dedim. Fikir getdi. Demək, ikinci punktun cümləsi. I have known my best friend since my child. Deməli, know feili. Davam edicidə işləmir. We have been friends. Be feili. Yəni, we have been. Məsələn, belə bir şey olmaz. Davam ediciyə girmir bu feillər. I have lived in Azerbaijan since I was born. Bu cümlədə düzdür. I have been living in Azerbaijan since I dedik. Live, teach və bir work kimi feillərimiz. Həm indiki bitmiş davam edicidə işlənir, həmçində indiki bitmişdir. Yəni
doğulandan bəri Azərbaycanda yaşamışam və yaxud doğulandan bəri Azərbaycanda yaşamışam, yenə eyni məna gələsində. Sadəcə biraz davamedicilik var. Sonra past simple bilirik, present perfect bilirik, present perfect progressive. Yəni bunların üçünün müqayisəsidir. Past simple işlədiyi nə vaxt? Keçmişdə tamamlanmış hərəkət üçün. Və definite time, yəni dəqiq bir vaxt var. Bu əvəzliklərini də, zaman zərflərini, əvəzlik dedimi? Zaman zərflərini bilirsiniz. Yesterday, last week, ago filan. Və cümlə də var. Last year I read an article. Sonra we use present perfect for complete past actions. Bitmiş, keçmiş hərəkətlər üçün. Connect to the present. İndiki ilə əlaqəli var. With a stated or unstated time reference. Yəni burada artıq dəqiq vaxt yoxdur, məlum. Bildirilmiş vaxt yoxdur. Recently completed actions and whose results are visible in the present. Yəni bu yaxınlarda bitmiş hərəkətlər və nəticəsi də indiki zamanda göz qabağındadır. Actions that started in the past, keçmişdə başlayıb, and continue up to the present with stative verbs such as stativ fe'llər. Be, have, like, know və s. Sonra signal wordlər də, yəni belə deyək də, zaman zərflərimiz, bildiklərimiz just, even, never, already, yet, so far, recently, since, for today, this week, month və s. Və cümlələrimiz də verilib burada. They have gone, gediblər artıq. Unstated time, yəni vaxt, nə vaxt gediblər deməyib bizə. We don't know when they went, yəni bilmirik. Amma hələ də oradadılar. İndiki zamanda da nəticəsi gözü qabağında. I have sent, göndərmişəm. Bu səhər göndərmişəm. Düzdür, deyilmiş vaxtı, this morning. Amma indi də səhərdir hələ. Yəni həmin hərəkətlə indiki zaman, indiki vəziyyət bir-birinə əlaqəlidir. He has cut the grass. Deməli, otu biçib. Və biz görə bilirik ki, həmin ot biçilib. Ali has been a doctor for 20 years. Yəni 20 il ərzində, 20 il üçün o deməli həkim olub. He has been watering the trees for an hour. His eyes are red. She has been crying. Deməli ağlayıb. Və yaxud da gülləri, ağaçları sulayırdı. Sulamışdır. Burada bir signal word var. For and since are usually used for present perfect progressive to emphasize the duration of an action. Deməli, for və since əsasən present perfect progressive-də bu yuxarıdakı cümləyə uyğun görə deyir. Baxın, buna uyğun. Burada for var. Adətən istifadə olunur indiki bitmiş davam edicidə. Nə üçün? To emphasize the duration of, yəni həmin o hərəkətin müddətini vurğulamaq üçün. Unit 5-də past perfect verilibdir. Bilirik. An action which happened before another past action. Yəni keçmişdə baş vermiş hərəkətdən də əvvəl baş verən bir hərəkəti ifadə etmək üçün istifadə olunur. Before a stated time in the past. Keçmişdə deyilmiş vaxtda. Past perfect can be used with by plus a time reference və past perfect is used for an action which finished in the past and whose result was visible in the elə, yəni nəticəsi də keçmişdə görünübdür. Signal wordlər, yəni for, since, already, after, just, never, yet, before, ya da qalsın before past perfectdədir. By var, o da past perfectdir, by the time və s. Və bu da bizim cümlələrimizdir. He had lived, yaşamışdı. He had moved to USA, he got, baxın burada, evləndi və yaşamışdı. Hər ikisi əslində bu sadə keçmişdə olan hərəkət. Bu isə keçmiş bitmişdi, yəni ondan da qabaq baş veribdi. By the time he retired, he had done a lot of research. Burada da yəni by, üstə gəl, zaman ifadəmiz və yaxud da a time.
reference. Yəni zaman ifadə edən, zaman bildirən ifadə. Daha sonra gəlir past perfect passive. Yəni bizim geçmiş bitmiş zamanımızın məhsulu. By the time the train reached King's Cross Station, J.K. Rowling had invented most of the characters. İndi yenə cümləmiz gəlir. Most of the characters had been invented. Baxın, məhsuludur. Yəni active voice-un düzəldilməsi, mübtəda, had, köməkçi feili, past participle, amma məhsulun düzəldilməsində mübtədan yerinə object gəlir və had, sonra been gəlir, past participle. Bunları da bilirsiniz. Gəldi unit 6-ya. Subject verb agreement. A number of ilə, yəni bilirik, cəm isim gəlir və cəm xəbər gəlir. A number of A. Sonra the number of ilə yenə cəm isim gəlir, amma xəbərimiz tək. Neither nor bilirik. İkinci mübtədaya, ikinci ismə, yəni adı, nordan sonraki ismə baxaraq biz xəbərimizi tək veririk. Yəni xəbərə daha yaxın olan ismə uyğun veririk. Either orla da yenə oradan sonraki ismə baxırıq. Cəmdirsə cəm veririk. Not only but also da yenə but also-dan sonra gələn ismimiz təkdirsə elə təkdə xəbər. Sonra had better would rather ifadələrimiz var. Would rather və yaxud da apostrof d rather də yazılır. Məsələn, I apostrof d rather, I would rather deməkdir. We use would rather to express a preference in English. Yəni üstünlük, belə deyim, seçimimiz, bizim üstün tutduğumuz, onu bildirmək üçün istifadə edirik. I would rather complete one more level today. Yəni yaxşı olar ki, üstün tuturam ki, belə deyək. Deməli, daha bir leveli tamamlayayım bugün, səviyyəni tamamlayayım. Had better isə, we use had better when we give advice to others. Digərlərinə biz məsləhət verəndə had better. Yəni, yaxşı olar ki, sən nə isə edəsən. The meaning of had better is similar to should. Should-la eyni mənanı verir. Modal feili ilə. Əslində, had better modal feildir. You had better stop it now. Yaxşı olar ki, sən onu dayandırırsan. Daha sonra 7-ci unitdə bizə reported speech, yəni vasitəli və vasitəsiz nitq. Demək, reported speech is how we represent the speech of other people or what we ourselves say. Yəni digərlərinin nitqini təqdim etmək üçün və yaxud özümüzün nitqini. There are two main types of reported speech. Yəni direct speechdir və indirect speechdir. Also called reported. Deməli, vasitəsiz olan, daha doğrusu vasitəli olan həm də reported speechdir, yəni indirect. Yəni, belə deyək ki, əlavələr edilmiş, dəyişdirilmiş, biraz dəyişdirilmiş, amma məna çatdırılır. Direct speech repeats the exact words, yəni müəllifin sözlərinin olduğu kimi deməkdir və dırnaqlar istifadə olunur. Bunu bildik. Məsələn, I am going to meet Mrs. İsmailova tomorrow, said Seymour. Amma indirectdə isə artıq biz cümləni öz sözlərimizlə ifadə edirik. Dırnaqlar atılır, bunları bilirik. Seymour said that he was going to meet Mrs. İsmailova. Indirect speech-in cümlələri müəyyən bir statement, yəni fikir söyləmələr, questions, suallar və yaxud da commands, əmrlər, təkliflər ola bilər. Indirect statements are introduced with say or talk. Yəni ümumi, təsdiq cümlədir də. Say və yaxud da talkla ifadə olunur. That istifadə eləyə bilərik. But it can be omitted. Həmçində onu zəti verməyə də bilərik. Məsələn, Camila said that she would take her driving test the following week. Samira said she would. Baxın, zəti burada vermədik. We don't say, demirik. Say somebody, said me, demirik. Tell to somebody, tell to me,
demirik. Tell that işlənmir. Yəni told that keçmişdə də işlənmir. Amma deyirik. Say to somebody. Tell ilə to olmur, say ilə to olur. Sonra say ilə də yenə that veririk. Tell-də isə to'suz. Tell somebody. Daha sonra indirect speech, tense forms, pronouns and adverbs change. See the tables on page 185. 185'te table'ı göstərəcəm indi. Demək, orada nədir? Zamanlar da, əvəzliklər də, zaman zərfləri də dəyişməlidir. Nə vaxt biz dəyişmirik zamanı? Tense forms don't change. The reporting verbs say, tell, mention və s. are in present, future or present perfect dədirsə. Yəni, məsələn, I can help Mira says. Baxın, bu says. İndiki zamandadır. Hilal says he can help. Yəni, artıq bunu he could verə bilmək. Çünki mənim baş cümləmin o say, indiki zamanda qalacaq. If speaker expresses general, yəni ümumi həqiqətlər, bunu bilirsiniz. Sonra past simple remains unchanged. Demək, keçmiş sadə zaman dəyişilmir. Nə vaxt ki, zaman budaq cümləsi ifadə olunsa reported speech-də. Məsələn, a big shark attacked me while I was surfing, said Ahmed. Ahmed said that a big shark attacked when he was surfing. Baxın, a big shark attacked. Bu bizim baş cümləmizdir və orada da past simple-dan ifadə olunmuşdur. Demək, bu da reported speech-in zamanlarının dəyişməsi, qaydalarımızda biz bunları keçmişik, modalların dəyişməsi, baxın, zamanlar, bu da qədər zamanlar, modalların dəyişməsi, time expressionlarında, bunlar hamısını bilirsiniz. Here, there olur, this, that olur, these, those olur. Sonra unit 7-də reported speech-də verilən cümlə növlərindən, məsələn, əmr, təklif, yenə təklif olan cümlə növləri. When we report an order or request, yəni hər hansı bir əmri, sifariş mi deyək, bir təklifi mi deyək, biz verb plus indirect object üstəgəl to, üstəgəl reported clause-dan istifadə edirik. Necə olur? The indirect object is the person spoken to. Yəni, həmin o vasitəsiz tanımlamamız bizim o danışılan insan olur. Kimə ki, biz müraciət edirik. The verbs that are mainly used in reported orders and requests. Tell, command, order, warn, ask. Yəni, biz cümlədən ümumiyyətlə baxanda bilirik ki, burada məsələn əmr verilibsə, command edirik, order edirik. Kiməsə xəbərdarlıq edirsə, warn edirik. Kiməsə xahiş edibsə, ask-la verir. Yəni, mənaya uyğun həmin o məna bildirəndə feilləri qoyuruq. Stop thinking about bad things, said the doctor. Burada mənə nə deyibdi? Doctor told me, mənə dedi ki, dayandırım. To stop, baxın. Nədir? Verb, told. Me, object. Indirect object, bu da hissədəyi. Qayda gəlir, düstur. Sonra to stop. Baxın, to da gəldi. Thinking about bad things, bu da reported clause-umdur. Could you please speak quietly? She said. She asked. Yəni, baxın, please-dən mən bilirəm ki, demək, məndən xahiş edibdir. Ask həm də xahiş eləmək deməkdir. She asked to speak quietly. Qeyd hissəmiz. İnkarda verilmiş əmr cümlələrində sifariş bildirən deyəyimi, tam da əmr deyil, əslində biraz zəif şəkildə. We use the structure verb indirect object not to. Bu inkarını bilirsiniz. Məsələn, the doctor advised me not to sleep late. Sonra request for objects. Tamamlıqlar üçün ondan bir təklif cümlələri. Asked for olacaq. For veriləcək və həmin o tamamlığımız gələcək. Can I have a glass of water, please?
O yəni məndən xahiş elədi. Belə deyək də, bir stəkan su xahiş elədi. The boy asked for a glass of water. Baxın, belə verilir. Can I have, bu onsuz da bizdə xahiş bildirən. Can I have deyə biz modal feillə cümləmiz başlayanda xahiş bildiririk. 2 cups of coffee, please. The girl asked for 2 cups of coffee. Yəni, xahiş etdi. Reported suggestions. Suggest, insist, recommend. Yenə məsləhət bilmək, təkid etmək, request, yenə təklif etmək, propose. Bu da təklif etməkdir. When we report suggestions, we use two different structures. 2 dənə quruluşdan istifadə edirik. Birinci, reporting verb gəlir, that clause gəlir və biz should-la veririk. Məsələn, why don't you read about successful people? Nə üçün uğurlu insanlar haqqında oxumursan? Said the doctor. Həkim dedi, sual verib. The doctor suggested. Sual versə belə, yəni mənə təklif edir əslində. That we should read. Yəni yaxşı olar ki, gərək ki biz oxuyaq. Baxın, cümlə belə əslində sual deyil. Bizim ümumi sualımız filan da deyil ki, biz deyək ki, hə, sual da məndən soruşdu. Əslində mənə təklif edib ki, nə üçün təklif edib ki, gərək ki oxuyaq. Sonra note, that and should are optional in these clauses. Yəni optional, yəni ixtiyar verilə də bilər, verilməyə də bilər. Either or both can be omitted. Yəni cümlədən atıla bilər. The doctor suggested that we read. Bax, should atdıq burada. Və yaxud da suggested we should read. That-i də ata bilərik. The doctor suggested we read. Gördünüz, that də yoxdur, should da yoxdur. Yəni cümlənin hamısı burada doğrudur. Cümlə veriləcək, deyəcək onun reported formaları, hansıları düzləri seçin. Bax, 3 dənə cümlə, 3-ü də düz. Yəni, həm zətli qala bilər, şuldsuz. Həm zət, həm şuld verilə bilər, həm ancaq şuldla verilə bilər. Və həmçinin də şuld da olmaz, zət də olmaz. Yəni, belə. Sonra, reporting verb üstəgəl gerund işləməsi. Why don't you read about successful people? Biz bunu gerundla bilərik. The doctor suggested reading. Suggestdən sonra biz bilirik ki, verb ing, yəni gerund gətirməliyik. We say, he recommended we go. He recommended us going. Olmaz. Yəni rekomenddə biz tamamlıq və sonra gerund gətirmirik. Amma suggestdə olur gerund. Sonra unit 8-də bizdə yenə yes no questionlar, yəni bir cavabı olan sualların yazılması. Direct speech olar. Məsələn, do you have any relatives in Canada? Mən bunu məndən soruşubdu da. Ona görə mübtəda, sonra asked gələcək, sonra da if və yaxud da vezədən istifadə edib, sonra da cümləmizi gətirəcək. And Audrey asked if I had any relatives in Canada. Note, qeyd hissəsi. We can also introduce the reported questions with wanted to know və yaxud da wondered. Wondered, asked, wanted to know. Yəni, üçü ilə də verə bilərik. Vacib qeydlərimiz. Bütün qaydalar, yəni zaman, əvəzlik, adverbial changes, yəni zaman zərflərinin dəyişilməsi, related to reported statements are actual when we report questions. Yəni, baxın, nümunədə verib, did you go to school yesterday? Andrew asked if I had gone to school the day before. Yəni, əslində bunlar da faktdır. Ona görə biz onları dəyişirik, amma yenə də həmin fakt olaraq qalır, yəni dünən olaraq qalır. We don't change tense forms if the reporting verb is in present form deyib ayaqları. Asksa görə biz I have, yəni çevirmirik zamanı. After reporting verb ask, we can use a direct object. Asked me, asked the student istifadə edə bilərik. Yenə reported speech-də verilən question word-lərlə olan, yəni xüsusi sual cümlələri. Where did the interview take place? Mən bunu dəyişəndə asked where the interview had taken place. Yəni mənim where'm olur bağlayıcı.
Həmçinin də wanted to know və wonder deyənə verə bilərik. Sonra yenə həmin qaydalar gəlib əslində. We don't change tense form if the reporting verb is in present form. It contains a time clause. Past simple remains unchanged. Bayaq bu biz demişdik. Sonra second conditional'a gəldik. Şərt cümləsi. Unit 9'da verilib. We use second conditional to show that something is less likely to happen in the present or imaginary and to give advice. Deməli, biz second conditional, ikinci belə deyək də, conditional cümlələri şərt cümləsini istifadə edirik nə vaxt? Yəni, nəsə bir şey, nəsə bir hadisə less likely to happen. Yəni, baş verməsi mümkün deyil. Yəni, güman yoxdur. In the present, yəni, indiki hal-hazırda. Or imaginary, ya da xəyalidir. Ya da to give advice, ya da məsləhət vermək üçün istifadə olunur. If clause-la düzəldirik. If üstəgəl past simple verilir. Keçmiş zaman, keçmiş sadə zaman. Və if clause-unda main clause olur və if past simple tərəfimizdə would, could, might və be infinitive işlədilir. Baxaq, if I didn't spend that much time on social media, I would have better score in the exam. Deyir ki, he spends a lot of time on social media. Çoxlu vaxt sərf edir sosial mediada. And so it is untrue. Yəni bu həqiqət deyil ki, doğru belə deyək, gerçək deyil ki, nə olsun? Less likely, yəni heç güman da olunmur ki, to happen in the present. Yəni hal-hazırda da bu olması mümkün deyil. If I could, I would create my own TV channel. Əgər bacarsam, amma əslində bacarmır. Öz TV kanalımı yaradaram. If I were you, sənin yerin olsam, amma sənin yerin ola bilmərəm bu mənada. I wouldn't let him, yəni ona icazə vermərəm. Baxın bu cümlələrimiz. Qeyd hissəsi. Demək, we can use the if clause. If clause istifadə edə bilərik. Before or after the main clause. Əsas cümlədən, baş cümlədən əvvəl və yaxud da sonra. Yəni, if-in yerini dəyişə bilərik. If it is before the main clause, we separate the clauses with commas. Əgər o baş cümlədən əvvəl verilibsə, yəni cümlə əvvəldə verilibsə, biz həmin o baş cümlədən həmin cümləni, ifli cümləni vergüldən ayırırıq. If he didn't spend, yəni bayaqki cümlədir. Sonra, after if, we mainly use were for all persons. If I were, yəni bütün. In negative sentences, mainly, baxın buna çox fikir verin, mainly. Çünki was-da görmüşük, demişəm bunu sizə. Olur, Oruc Musayevdə if I was, belə verilibdir. O da düz götürülüb. Yəni, bir istisna qaydadır, advance qaydadır, amma yenə də, ona görə burada mainly yazıblar, əsasən yazıblar. Yəni, was-un işlənməsini istisna etmirlər. In negative sentences, we can use unless instead of if not. If not-un yerinə unless istifadə edə bilərik. If you don't stop eating, you will be sick. Unless you stop eating, you will be sick. Yəni, yerinə işlədə bilərik. Gəldik bu conditionalların elə hamısına. Axırıncıdır. Bizim kitabımızda 10-cu sinif. Zero, first and second conditionals. Yəni, birinci deyək də, ya və yaxud da zero gedir. Birinci və ikinci şərt cümlələri. We use zero conditional to describe general truths. Yəni, ümumi həqiqətləri, things that happen all the time, yəni həmişə baş verən hərəkətlər, hadisələri. We use when or if. In the condition part of the sentence. The meaning is the same. Məsələn, burada of yazılıb, o da fikrim getdi. When or if'dir. Elə or dedim mən, amma of, when of if. Yox, or if. If the weather is fine, hava yaxşıdırsa, gerçək bir situasiyadır. I always walk in
in the park. Yəni it always happens. Yəni əgər olanda mən edirəm. Yəni bu həmişə baş verən bir hərəkət. When the weather is fine, hava yaxşıdırsa, mən gedirəm gəzməyə parkda. We use first conditional to show that something is more likely to happen. Yəni nəysə baş verməsi mümkündür. Real conditional deyirlər həm də buna. If the weather is fine, I'll walk in the park. Baxın, if və I will. There is a chance, yəni bir şans var. Fürsət var ki, hava yaxşı olacaq və mən də gedəcəm gəzməyə. We can also use modals can, may, must, might və should as well as imperatives in the main clause instead of will. Verə bilərik. Məsələn, if I finish my assignment, I can join you. Bu da bizim zero conditional cümləmiz. Yadınızda qalsın. Can-lə və yaxud da might-lə, ask-lə işlədə bilərik. We use second conditional to show that something is less likely. Bu bayaq dedik. Yəni, indiki halda onun baş verməsi mümkün deyil. Unreal conditionaldır. Xəyalidir və yaxud da məsləhət vermək üçündür. If the weather was fine, yaxşı olsaydı, yəni yaxşı deyil əslində, mən gedərdim gəzməyə. Və yaxud da burada bizə qeydlər var. We can use the if clause before or after the main clause. If this before the main, biz yenə bayaq dedik, vergül qoymaqdır. Bayaq dedim. Bu qədər müəllimlər 10-cu sinif idi bu. Bitirdim. Bir çox şeyi yəqin ki təkrar etdiniz, bir çox şeyi öyrəndiniz, detallı öyrəndiniz. Yəni 10-cu sinifdə bu qaydalar verilibdir. Yəni dərslikdə olan qaydalardır və bu şəkildə yəni bizdən tələb olunur ki, uşaqlara belə öyrədək və özümüz də həmçinin bilək. Bu qədər inşallah xeyirli, faydalı olar.